Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, 2025 test toplusunda MKN-in əsasları ideal qaz qanunları bölməsində deməli 26 nömrəli testin izahına başlayaq. Deməli, sual belədir. Birləşmiş qapalı qabın sol qolu civə ilə doludur, sağ qolunda isə yalnız hava vardır. Kakranı asdıqdan sonra sağ qoldakı civənin hündürlüyü soldakından 3 dəfə az olur. Sağ qoldakı havanın təzyiqi necə dəyişdiyini müəyyən edin. Birləşdirici borunun həcmi nəzərə alınmır. Hər iki borunun hündürlüyü eynidir və temperatur sabitdir. Deməli, birinci halda bu civənin hündürlüyünü biz H ilə işarə eləyək. Biz bilirik ki, bu kranı açsaq da, bağlasaq da bu civənin həcmi dəyişmir. Yəni birinci halda həcm olacaq SH. İndi ikinci halda deməli ikinci halı burada çəkirəm siz üçün. İkinci halı burada çəkirəm. İndi bizə deyir ki, burada. Deyir ki, kakranı asdıqdan sonra sağ qoldakı civənin hündürlüyü soldakından 3 dəfə azdır. Əgər buradakı civənin hündürlüyün məsələn, böyük H ilə işarə eləsəm, buradakı civənin hündürlüyü bundan 3 dəfə çoxdur. Bu olacaq 3 dənə H. İndi ikinci halda həcm necə olacaq? Deməli, 3SH plus SH. Deməli, olacaq 4SH. Biz bilirik ki, həcm dəyişmir də. Yəni, əvvəlki həcm sonraki həcmə bərabərdir. Əvvəlki həcm S balaca H idi. Sonraki həcm olacaq 4S böyük H. Və burada S-lər ixtisar gedir. Deməli, böyük H bərabər olacaq balaca H böl 4. Bunu buradan tapdıq. İndi ümumi hündürlüyümüz, bax burada ümumi hündürlüyümüz H idi. Deməli, onda belə çıxır ki, bax bu sağdakı havanın hündürlüyü nə qədər olacaq? Deməli, balaca H çıx böyük H. Onda təzyiqin düsturu belədir də. PV bərabər M bölü M vur-RT. PV bərabər T. T burada sabitdir. Onda P ilə V tərs mütənasibdir. Olacaq P2 böl P1 bərabərdir V1 böl V2. V burada bizdə sağ qoldakı havanın təzyiqini soruşur. Necə dəyişər? Deməli, borunun en kəsinin sayısı sabitdir. Həcmin düsturu SH-dır. Deməli, olacaq SH1 böl SH2. H1-in yerinə yazacağım nə? Əvvəlki. Yəni, H1 budur. H1 əvvəl nə qədər burada? Havanın hündürlüyü nə qədər idi? H. Deyək də belə H. Sonraki hündürlüyü də bax budur. Sonraki hündürlüyü də olacaq. Deməli, H minus böyük H. Bu da bərabərdir. Lap H-ın yerinə buradan mən 4 böyük H tapa bilərəm də. Böl 4H minus H. Bu da bərabərdir 4H böl 3 dənə H. Bu da eləcək 3-də 4. Deməli, doğru cavabımız olacaq P2 böl P1 bərabərdir 3-də 4. Diqqətinizə görə sağ olun.